Biz 3 gün Murovda qaldıq. 3 gün Murovda qarın suyu ilə uşağı saxladım. Çox çətinliklərlə gəldik. Gözəl vətənimizə, Kəlbəcərə qayıdırıq. Bu günləri sevinirəm ki, öz vətənimə köçürəm, öz doğma vətənimə köçürəm. Kəlbəcər şəhərinə növbəti köç kərvanı yola düşüb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi mərhələli şəkildə davam etdirilir. Yola salınan ailələr uzun illərdir Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir. Hal-hazırda Gəncə şəhərində yaşayıram. Allah cənab prezidentimiz canını sağ eləsin. Kəlbəcər şəhərində mənə ev verib. Allah şəhidlərimizə rəhmət eləsin. Hal-hazırda bugün köçürəm vətənimə. Mən vətənimdən qaçqın düşəndə 9 yaşım var idi. Gəncə şəhərində məskunlaşmışdım. İndi hal-hazırda 41 yaşım var. Öz vətənimə qayıtmışam. Allah şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandanımız canı sağ olsun. Hərbiçilərimizi qorusun. Çox sağ olsunlar. Allah canlarını sağ eləsinlər. Sevincimin həddi hüdudu yoxdur. Sevinirəm. Bu günləri sevinirəm ki, öz vətənimə köçürəm. Öz doğma vətənimə köçürəm. Orada çox şeylər xatırlayıram. Qaçqın düşdüyüm günləri xatırlayıram. Orada məktəbdə oxudum günləri xatırlayıram. Çox şeyləri xatırlayıram. Bugün həqiqətən də bizim sevincimizin həddi hüdudu yoxdur ki, biz öz vətənimizə qayıdırıq. Mən ilk öncə prezidentimizə, Mehriban xanıma çox təşəkkür edirəm ki, bizi öz ata yurdumuza qaytarır. Biz 92-ci ildə o qədər əzab əziyyətlər çəkmişik, o qədər zülmlərlə gəlmişik ki, artıq indi bugün həmin günləri bizə unutturur ki, biz həqiqətən də gözəl vətənimizə, Kəlbəcərə qayıdırıq. Mən ilk öncə şəhidlərin analarının qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən Kəlbəcərdən çıxanda 21 yaşım var idi. Mən üzr istəyirəm, qucağımda 6 aylıq körpə çağı var idi. Biz 3 gün Murovda qaldıq. 3 gün Murovda qarın suyu ilə uşağı saxladım. Çox çətinliklərlə gəldik. Burada çox əziyyətlər çəkdik. İndi Allahımdan çox razıyam. Prezidentimizə təşəkkür edirəm ki, həmin 6 aylıq körpəyə də bugün Kəlbəcərdə ev veriblər. Onu da evlə təmin eləyiblər. Kəlbəcərdədir. Mən öz yoldaşım da Kəlbəcərdə isti suda işləyir. İnşallah oğlumla gəlinimə də gedəndə orada iş versələr lap yaxşı olar bizim vətəndə. Deyirdilər ki, qaydasız, amma insana çatmırdı. Ancaq bugün onu o hissi yaşayasan ki, gərək o sevinci biləsən ki, həqiqətən də o gözəl çox bir hissdir. Yeni mənzillərlə təmin olunan ailələr üçün Kəlbəcərdə müasir infrastruktur yaradılıb. Yaşayış üçün bütün zəruri şərait qurulub. Qeyd edək ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə, ümumilikdə 113 nəfər köçürülüb. Bu mənzillər cənab prezidentin sizə əmanətidir. Siz bunu qoruyun və içində sevinclə yaşayın. Təbrik edirəm. Çox sağ olun. Allah bütün hamının canını sağ eləsin. Bugünkü günə çox şükür ki, biz qayıdıq dədə-baba yurdumuza. Mən qaydanda, buradan gedəndə 8-də oxuyordum. 8-də oxuyordum. Atam mən yaşdaydı. Atam mən yaşdaydı, amma bugün biz qayıdırıq, amma atam qayıtmır. Allah ölənlərimizə də rəhmət eləsin. Prezidentimiz də çox sağ olsun ki, bizə belə gözəl şəraitdə ev verdilər. Varımızı, mülkümüzü, hər şeyimizi qoyub getmişdik. Əlboş, ayağı yalın, pis vəziyyətdə çıxıb getmişdik. Amma bugün çox gözəl sevinclə, fərəh hissi ilə vətənimizə qayıtmışıq. Böyük qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin mərhələli şəkildə qayıdışı davam etdirilir.